Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün tam orta təhsil səviyyəsi üzrə ilk buraxılış imtahanı keçirilibdir. 36 nəfər sağlamlıq imkanları məhdud abituriyent də imtahanda iştirak edibdir. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb. Orqanizmin funksiyalarının 81-100% pozulmasına görə birinci qrup gözdən əlillər üçün fərdi nəzarətçilər təyin olunubdur. İlkin məlumatlara əsasən 6 nəfərdə mobil telefon, 1 nəfərdə isə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. 2 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıbdır. Qeyd olunan hallarla bağlı araşdırma aparılır. Növbəti imtahanda iştirak edəcək abituriyentlərə biz səslənirik ki, onlar sənədləri ilə diqqətli olsunlar. Çünki bu imtahanda da bəzi imtahan iştirakçılarının şəxsiyyət vəsiqəsinin əsli olmayıb, onlar sürəti ilə imtahana gəliblər və yaxud evdə unudublar. Bəzilərinin yaşı az olduğu üçün, 16 yaşdan aşağı olduğu üçün şəkilli şəxsiyyət vəsiqəsi yoxdur və onların arayışı da olmayıbdır, arayış təqdim eləməyiblər. Bax, belə hallar var. Ona görə də növbəti imtahan iştirakçıları imtahana buraxılış vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin əslini özü ilə gətirməlidirlər. Eyni zamanda şəkil yoxdursa vəsiqədə məktəbə müraciət edib, məktəb onlara şəkilli arayış verir və möhürlə təsdiqləyir.